Hər vaxtınız xeyir, sizi xoş gördük və biz Hyperlink adlı videomuzun davamı olaraq ikinci hissəni sizə təqdim edirik. Bundan öncəki videomuzda izah etmişdim ki, Hyperlink formulası vasitəsilə müxtəlif web səhifələrinə, bir Excel daxilində müxtəlif şitlərə və yaxud digər proqramlara, PDF, Word tipli digər proqramlara link vermək olar. Eyni zamanda bir qovluğun daxilində bir komanda ilə bütün fayllara bu formada Hyperlink vasitəsilə link vermək olar. Hal-hazırda danışmaq istədiyim necə edə bilərik ki, Hyperlink formulası vasitəsilə biz e-maillara link verək. Bunun üçün belə bir cədvəlimiz var. Ad və soyadlarımız qeyd olunub və sadə mətin formulası vasitəsilə burada mən lower və left formulasından istifadə edərək belə bir şablon e-mail yaratmışam. Əməkdaşın adının birinci hərfi və soyadı, ondan sonra isə şirkətin domeni. Biz bunu necə clickable edə bilərik? Yəni, üzərinə gələndə klik edək və Outlook açılsın. Deyə bilərik ki, Hyperlink formulası işləyir. Formulanı açırıq, link location veririk. Bizim locationımız, baxın, e-mail ünvanıdır. Friendly name isə hər hansı bir yaza bilərik və yaxud birbaşa xananın elə özünəcə istinad edə bilərik bu formada. İndiki halda gəlin, baxın, Hyperlink formulasıdır və mən onu Ctrl-D qısa yolundan istifadə edərək aşağıya qədər sürüşdürürəm. Və gəlin görək, yoxlayaq, alınacaqmı? Üzərində artıq link var. Bastığım anda burada yes düyməsini basıram. Sadəcə olaraq ekrana baxın, belə bir bildiriş gəlir. Bu bildirişin xətanın səbəbi nədir? Onu bildirmək istəyirəm ki, e-mailları formalaşdıran zaman biz mütləq həmin e-mail ünvanının önünə mail to və 2 nöqtə hissəciyini artırmalıyıq. Yəni, demək istəyirəm ki, Hyperlink formulasını açdıqdan sonra sadəcə xanaya istinad da yox, biz deməli, dırnaq içində mail to 2 nöqtə yazıb, ampersand deməli, işarəsi ilə və bunu D3 xanası ilə birləşdirə bilərik. Baxın, bu formada yazılış qaydası belədir. Və indi yoxlasaq əgər, mail to görürsünüz, Outlook işarəsi artıq gəlir və bizdə məktub yaranır. Bunu eyni qaydada aşağıya doğru sürüşdürəcəyik. Bəs necə edə bilərik ki, biz xanada bunu yox, yəni söz olaraq bu formada yox, sadəcə olaraq e-maili görəcəyik. Burada Hyperlink formulasının daxilində friendly name-dən istifadə edirik. Yəni, bizim friendly name-imiz sadəcə olaraq, baxın, yazdığımız bu formada e-maillər olacaqdır. Belə. Hər ehtimala qarşı istəsəniz, birbaşa yazdığım, baxın, bu komandanı, funksiyanı elə kopyalayıb da Hyperlink komandasının içində yaza bilərsiniz. Yəni, D3 xanasını burada həmin formula ilə əvəz edə bilərsiniz. Bu şəkildə. Belə, sadə bir formuladır. Ümid edirəm köməyinizə çatacaq. Nəsə suallarınız olanda mütləq şərh bölməsinə yazın.